Ya Allah bismillah gitti. Böyle mi yiyeyim? Yeter ki. Bu tarafı harada hakikaten. Bonkor, boymon. Az buyla başlıyor zaten. Onu hanımız boymon. Evlilik hakkı hep olmasa ya. Ağzına ölürlermiş. Şimdi ben ölürüm altından. Onlardan çalıştığım Diyete dayan bacım. Can. yer açmak istedim. Ivan Kartoğlu. Boymon. Aslında çükün altından ölüremmiş ki. Muhteşem. Sen buradan bir
deyər amma. Doyuram. Ölürəm uşağımı. Bir manat. Mən bilərəm diyata bilər, sənə nə? Gəlin qoymadı, demişin yediyinə istəyirəm, verəcəklər. Kuşu çok sağ ol, tamam mı? Ay da süper lezzetler. Süper. Dostlar çok sağ olun hediye göre. Oh, muhteşem. Kuşu çok sağ ol. Yemeğin adı nedir? Allah veren. Vallahi. Sen o atından ölürəmmiş, risk atıdır. Boynumu atıb yaşlıysan. Mən də deyirəm, niyə boynum gedib ölür? Ay bak, niyə şir boynum? Sən də atıb yaşa. Sən də atıb yaşamaqdan emiş. Onun istiyini belə çözdük. Ya o da bir şeydir ay bacı. Boynu atıp yaşarsan boynun şişir. Sen öl. Adına koyular osteochondroz. Onun için de bir kere həkimə gedir. Şişe gedir. Vallahi. Oy. Ha. Atacına ölürəm uşağa. Geçsin ki mənə açılarsın, hələ mənə verdi, söz verdi 5 manatı versin. Qaçıq. Dava. Artıq məni çağırıb restorana pulumu kəsir. Arı dava da açır, uçdun denə. Hələ mənə artıq əsik təkliflər dedik, burada deyə bilmirəm.
Dava açar, gedərəm açdığı davada elədiyi təkliflərdə dilə gətirərəm nələr təklif edir. Cavabını vermişəm. Ona denən ağıllı olsun. Şükür Allah, elhamdülillah. Allah razı olsun. Yedik doyduk ay bacı. Can ürəyim, yedim doydum həyatım. Çox sağ ol ömrüm günüm, bacım mənim. Doydum həyatım. Taxın qızlar, taxdım. Что оставишь ты, танцуя на берегу? Давай сбежим с тобой на Баку. Давай сбежим. Güzel aydandan uzak kalmış. Selam, her vaxtınız. Basın diyelim onlara ben ikisine de dava açacağım. Dava açır bizə, dayan. Basın diyelim onlara ben ikisine de dava açacağım. Şimdi de yayında diyor ki efsane bana 10 manat verdi. Özlerini bu şekilde rezil ediyorlar. Arzu buna dava açtığında bana yalvarıyordu efsane beni kurtar diye. Yalancın ataparasına derler. İzliyordunuz siz. Ben de onu yayında boşanmışım. Ben de gerekeni yaptım mı, kurtardım mı, vekilimi gönderdim, danıştırdım mı, danıştırdım. Sənin vəkilin heç aidiyyatı yerə gəlmədi, nə basıb bağlayırsan. Lan görmüş demek ki. Dur Osman qardaşımın yanına. Primci Osmancı. Arzu mövzusunda sənin heç vəkilin mənim getdiyim yerə gəlmədi. Dur Osman qardaşımın yanına da. Qatıq. Valla bir köprülü yer deyilir, heç bəyənmədim. Yəni o deyirlər bacı qurban. Əvvəllər Daybekin Zahidin adı üstündə idi çıxıb. Mən şəxsən gedib orada iştirak eləmərəm. Kim gedir özü bilir. Bu qədər. Kimi deyirsən Diana bacı, səs çakıram səni. Deyir 100 manat verdim ona, yalancın atapadasına dəynək. 10 manatı başlığa çırparsan. 10 manat özün sən. Qatıq. Nəysə uşaqlar, elə gədə-güdələr haqqında danışmaq istəmirəm. Onun aqibətini hamımız izləyəcəyik. Boş verin. Restoranı səviyyəsiz əməllərlə qaldırmaya çalışır, amma heç kəs yeməz də, biz yeməliyik. Mən pis, Bərizar pis, Baboş pis, Məftun pis. Nə oldu hamımız pisdən yaxşı? Da çıx bayra. Da çıx bayra. Qatıq. Bütün izləyicilər gördü sən verdin 10 manatı. Mənə şər atırsan 100 manat vermirsən. Səviyyəli. Ay səviyyəli.
Səviyyəsi. Canlı yayında düşüb hələ kayıt edib paylaşıblar. Gədə. Gül kimi çıxmışam, istirahətimi edirəm, gəlib mən burnuna tökür, tula. Utanmır hələ bir şər böhtan da atır. Deyir 10 manat, 100 manat vermişəm. Burası mən 100 manat dedim vermirsən ki, bəlkə utanasan. Səhəri gündə məndən kartımı istəyir ki, kartımı denən pul atım. Kartımı atmışam, geri dönüş də edəmir. Axmağın biri. Gəlib Azərbaycanda Azərbaycanlara sən ləyə gəlirsən? Ləlün. Kızlar ekranı tıklayaq. Kısıtlamamız var. Bir de ekranımız kısıtlamadan çıksın. Aleyküm selam. Ben prosu 100 manat dedim ki belki utanar verdiği 10 manattan. Yani onun kıymeti minimum 100 idi, 10 değildi. Açar öz obyektin kamerasını verdiği məbləği göstərər, sübut edər. Kişi sənə çağırmışsan məni ora qeybətə, bəs məni iş üçün çağırmışdın. Mənim nüşqanım qara idi. İş adına çağırıb səsi bağlatdırıb onun bunun qeybətini edir. Ne bileyim eşik qalmışıq. Bunlar da sahibkardır da. Onu pisləyir, bunu pisləyir, o tiktokeri pisləyir, o tiktokerin haqqına girib, bunun pulunu kəsir, reyting yığılar özlərinə, səviyyədə, məhrumlar. Mən yaşlıyorum ömrüm, mən bombayam. Bloka. Əş boş verir. Primə işləyir, prim tutmağa çalışır. Eləyən adam canlı açıb nəsə demir, gedir hərəkət edir. Get, əlindən gələni ardına qoymur. Süper edin, teşekkürler. Mən də buna yazığım gəlib ki, yazıqdır, belədir, elədir. Amma baxdım ki, sonunda haqsı olan budur, camağı aldadır. Reyting üçün nə desən eləyir. Get kimə şiri universal atmışsan, oyna da reyting yığ. Mən sənə ixtiyar vermirəm haqqımız danışmağa. Eləmək ki, sənə təzminat davası mən açım. Qurama polisə yox, bu dəfə getsəm şikayətə məhkəməyə verəcəm. Sənə də o təzminat davasını açacağım. Getdi səhifəsi, əla. Yox da bir susursan, iki susursan, ay bacı. Utanmır.
Oh my god. Çıxaq gezək bəlkə. Zərflər də 9%. Power bankım var. Niyə mənim çatıma ad yazıb reklam edirsiniz? Səs sizə. Səhifən getsə əcəb oldu. Getdi səhifəsi. Yaxşı oldu. Səhifəsi getdi. Bugünlük səhifən getdi. Haqqında çox danışsan çox şeyin gedəcək. Qanun çərçivəsində. Bax, mən sənə dedim. Başa düşdün? Sübut eləsin, mənə 100 manat verib. Sübut etsin. 10 manat mənə çıxardı, pul verirdi. Vurdum təpəsinə, dedim başıma dəysin. İstəmirəm sənin 10 manatını. Utanmaz çıxardı mənə 10 manat taksi pulu verir. Götürmədim ki 10 manatını. 10 manatını götürmədim. Uzadırdı 10 manat, dedim qoy cibimə. Sifət elədim, çıxdı. Dedim də 10 manat mənim saqqız pulumdur. 10 manat indi taksi var. Mənim elə özü görmədi ki, canlı yayında getmişəm ora. Mənim elə Balıqxanadan onun olduğu ünvana getməyim elə 15-20 manat taksi pulu yazmışdı. Gelib qayıtmaq 50 manata mənə başa gəldi. 2 kişisən hə? Getdi səhifəsi. Getdi. Bye bye. Amin. Sən ki bu qədər insan haqqına girirsən, Allah heç xeyir verməsin. Bu qədər insanı axının ailəsinə alırsan, Allah heç xeyir verməsin deyənlərə qoşuldum. Və bu qədər. Vəssalam. Boş verin. Olsa bu kadar insanın hakkına girerek o xeyir tapa bilmez. Zaten xeyir tapa bilmez. Məftun, bu arada mahnıları möhtəşəmdir. Heyf sənin zəhməti də. Çox gözəl ifa edirsən. Sən kasıb ola bilərsən. Geyimin də olmaya bilər. Amma çox gözəl sənətin var. Düş o sənətin üzərinə. Çox gözəl ifa edirsən mahnıları. Çox bəyəndim. Halal olsun sənə. Məftun həqiqətən çox gözəl səsi var. Möhtəşəmdir. Prosta heyf ki karşımıza yanlış insanlar çıkıyor. Zaten o 10 manatını götürmedim, kabul etmedim. O verdi, ben götürmedim. Acığa da çıxanda getdim, şəhəri quruq elədim, az neftin quruğu şəhər. Yəni ki, qaqaş, mənim evdən çıxmağım elə 50-100 manatdır. 10 manatı özbə saqqız alarsan. Sən 10 manatı ehtiyac yoxdur. Məftun, sənə takip attım bu arada. Görəsən, yağışdı, indi çıxaq gezək. Hoş oldu. Boş verin. Həqiqətən də yaxşıların qədri bilinmiş. Yağış ama hələ yağır.
Yağış qəşəng yağır. Yo, Miri, mehriban olun deyəndə biz mehribanıq, mehribançılığı qanan insanlar. Az əvvəl Nicat Əfəndi də qoşulu yayınıma gərəkli sözləri açıqlamasını verdi. Haradasan, nə inirsən? Deyiniz məlum, qəşəng yemək yedim, burger yedim, özə bol pendirlə. Yayınıma qoşulmuşdu, özündən soruşarsan. Az əvvəl misafirimə qoşuldu, qəşəng ürək sözlərimizi Nicat bəy dedi. Qəşəng də dedi, haqqına dedi. Məftun, dolaşmasın, nə dolaşmasın? Yox, hər şey yaxşıdır. Biraz söz-söhbət oldu. Mənim barəmdə yox, Rus Nicat bəy qoşulu yayına düzünü dedi, qəşəng də dedi. Ləzzət elədi. Yaxşı, Nicatı mənim Məftuna bir sahibkar var, məhkəməyə verir. Baboşla bəli zar da verə, unutma. Məftun. Yo, at çəkmək lazım deyil. O prim istəyir, biz ona, mən ona o primi vermərəm. Heç kimə prim vermərəm, at da çəkmərəm. Bir nəfər var, ondan danışırıq. İndi bilirsiniz niyə düşmənim çoxdur, həmişə düzün deyirəm ona görə. O ancaq deyərdim də nə edə bilər. O ancaq nəsə eləyə bilər. Deyə bilmirəm. Müjikiri. Kayd elə bu dəqiqə topudamışmış. Danışdırtdırmayın məni, boş verin. İtürər, kərvan keçər. Boş verin. Az darıxıram az. Seva, uç bloka. Bak, çık bayrağı. Söz profili. Bloka. Puf özün. Спасибо, но я плохо знаю на русском языке. 100%. Sabahda qoşulanların biri olar. Çalış balası, sağ ol. Az at çəkə bilmirəm burada, at çəkmək lazım deyil. Baboşuna nə qəşəng sözlər demişdi. Of, ürəyimdən səni az deyil. Mən deyirəm, az cəmat niyə buna belə sifət edir? Sən də belə layiqiymiş. Şərbaz, böhtancı. Ayda, o nədir? Cigogonges. Allah bizi belələrdən qorusun, bacı. Az yazın Məftun ürəkdir bunların acığına. Yaz
yazmayın da ad yazmayın. Seylə ad yazma. Az yazın Məftun ürək. Elələrinin yüzü qurban olsun özümüzünkünün dırnağındakı toza. Məftun de bizimkidir, buradadır. Ağsaqqal, buradasan, baxırsan. Sənin ağsaqqalın bir dənə tük çəkim mən. Yapışdırım ağaca. Sırda deyim. Tutun sənin... Demə. Tutun, dartın, görün. Kiri. Çıxaq gəzək. Vəziyyət yaxşıdır. Yedi içdik. Zəhət qəl 6%. Ödənişimi buradan edeyim. Müştəri də azaldı. Məftun müşkən. Can. Miri bəyə nə olur? Bilmirəm. Cavan oğlan. Kimə deyim ağaz? Hesabı verərdiniz də. Bir dənə hesab, cavan oğlan hesabı deyərdiniz də. Görək hesab nə gələcək? Kilit. Az yox, nə 25 manat, 21 manat ancaq burgerimin puludur. 50-60 gələr. Məncə ən az. Girək şəhərə. Ən az 60 gələrəm. Gedək şəhərə. Oradan da bulvara gezək biraz. Mən qəlyan çəkmirəm qızlar. Qəlyan mən öskürdür. Aşağı səyə 60-70 gəlir. Gedək bəlkə də harada sotup bir çay içərik. Bir çay ver içim mən. Bir çay ver içim mən. Yağış yağır ha. Qəşəng yağış yağır. Qoy hesabı gətirsinlər. Qəşəng yağış yağır. Ağac, biz İldırımdan qorxan qıza oxşuyuruq. Şimşəkdən İldırımdan qorxan qıza oxşuyuruq. Bacı qurban. Mesela bir en kısa Lala, çok sağ olun.
Kuyum sürüm buyursun. Kuyum suyum kurusun bacı kurban. Məftun baboş müşkan, can, da. Biz üçümüz Polatdandır, ürəyimiz. Qəşəng gəldi ama öz aramızdır, hə? Ya yenə ben şok. Belə də bacı kamera açırsansa hər gün olay üstünə. 2 saat yayına girmirsən, baxırsan ki, nəsə yeni bir şeylər olur. Özləri qaşınır ay bacı, gəlirlər buynuzlarını, qaşıyırlar yayınıma. Mən də yumuram gözümü, açıram ağzımı, həqiqətləri deyirəm, xətirlərinə dəyər bəziləri. Toxunma mənə, toxunmayım sənə, gəlib toxunacaqsan, cavabda alacaqsan. Lalaçka, öpürəm həyatım, çox sağ ol. Lala. Tamam, nə qədər elədi? 60 manat 50 qəpik. 60 manat 50 qəpik. Bunu götürersin. Teşekkürler. Altmış manat 50 qəpik. Red Bull'umu çıxanda götürəcəm. $60 manat 50 qəpik. Dedim də 60-70 çıxar. Təxminən. Amma yenə yaxşı çıxır. Nə yedim? Bol pendirli qəşəng burgeri yedim. Bir də biraz kompot. Mən evin açarını hara qoymuşam? Bu şəssaf da var idi. Hə, burada. Gedək gezək qızlar. Hara gedək, hara aparım sizi. Evimdə bazarlıq var, zaten diyetadayım. Ayda ilə bir dəfə yeyirəm. Bura biraz bahalı yerdir. Şeydir də, metropolun yanıdır. Yağış yağır. Yağış deyəsən azalıbdır, yanıb yağış. Bəx yağır. İçəri şəhərə gedək. Yo, yağış yanıb deyəsən. Stop olub yağış. Çıxar. Oh. Biraz sosyalik yerdi. Xəstələrimdə də xəstələnəcəm 3 gündür. Yatacam, iynəmi, dərmanımı vurdurup düzələcəm. Deyin. Həyat çox qısa. Yaşamaq lazım. Dolu. Yeməkləri dadlı idi. Bu burgerdən heç hələ başqa yerdə yeməmişəm. Dadlı burger idi. Qəşəng burger idi, ləzzət elədi. Özdə bol akışan pendirlə. Vallahi həyat qısa, dəyməz bizə, düz dedim. Haxlısın. Bonton da deyəsən restoranlarda. Bonton, neydi buranın adı? Bontono. Ağız neydi buranın adı? Beaumont'da. Belə xarici adlar qalmır da yadımda.
Beaumont. İndi hara gedək? Evə getmək istəmirəm. Ürəyim sıxılır. Bəlkə dəniz qırağına gedək. Merin yeri məlum. Oturardıq maşına gedərdik dəniz qırağına. Qızı təkəm, onun üçün gedə bilmirəm. Yoxsa məmnuniyyətlə dəniz qırağına gedərdim. Mərdəkan, Şüvalan, Novxanı. Prosta tək qızım. Getsəm ağzı qaralar söz atacaq. Gedə bilmirəm. Belə səs-küy yerdə. Çox sevmirəm. Vallahi Nicat, ürək sözlərimi sən denən, bacı qurban. Denən, yağla. Ay qız, yox, gəlib bəxlar yazıb belə eləyirik. Gəlib. Yox, gəlmə. Gəlim demilər, gəlirlər. Gəlim. Yox. Ne olsa buradadırsa deyəm. Niye mən dedim, yox gəlmə. Gel bir qədər hətta çaya, az darıxıram, vallahi evə getmək istəmirəm. Bayaqdan deyirəm də ki, yanında bir centilmen bəy olardı. Yəni bir gedərik dənizə baxardıq, bir o şimşəyə çaxmağına baxardıq. Biri də gəlib yazır. Gəlib 2 nöqtə. Deyirəm ki, yox, əziyyət çəkmə. Hə, yaxşı, onda gəlmirəm. Heç mi? İncib səndən Müşə, niyə? Niyə ay bala, hamı da məndən incir. Ay Nicat, mən neynədim, qurban olum sənə. Mən yetim, niyə məndən hamı incir? Az niyə hamı məndən incir? Az hə, belə də ki, Nicat əfəndiyev demişkən inciyərim gücü. Videoları çıxartdırdım. Peki, sizə yazır. Nədir, deyir, ekran kayıtlarımızı sil. Mənə bax, dayan. Peki. Dayan, görüm, hadi. Niyə? Məftunu qısqanıb. Məftunu qısqanıb mənə. Məftunu qısqanıb. Bugün hamı bəxtlər, burada hamı Məftun Müjgan yazırdı. O temadır. Sildiniz. Deyən görüm o səhifəsinə dayanıb videolarım. Dayan, gözlə. Gözlə. Mirican, dayan, Miri, dayan. Məftunu qısqanıb mənə. Buyur, bizim videolarımızı silib. Yox, qalıb. Neyse. Susmaq qızılı müjü, sus, kiri. Ay xanım, mən dedim də videoları niyə silmişəm. Sən də adına. Kəşfətə düşməyən videoları mən silirəm. Susmuram partiyar. Yox, necə? Danışmaq deyir, yesidir, qavariyat. Yox, mən susum. Mən susmaq istəyirəm. Kiri. Hətta bir sən vapşına var. Ya da heç nə yoxdur. Bilərək ki, heç nə yoxdur. Avaşı bir sənə var. İş burasıdır ki, heç nə yoxdur. Bir insanı qısqanmağa gərək əsas olsun da. Heç nə yoxdur axı. Gərək nəsə olar ki, qısqanasan. Sus. Vallahi heç nə yoxdur, ay bacı, niyə qısqansın, qızışma. Gedim yaxşının altında tək və tənha gəzim. Necə də bax. Adam Məftun dostumuzdur, Məftuna da qısqanmaq yoxdur da. Ay Miri, gəl indi skrip çəkək. Gedir, gəz. Ay Miri, gəl sən daşı tök ətəyindən. Gəl sənlə, sən Şakurxan ol, mən Angelina. Gəl sənlə indeski video çəkək. Mən qaçım, sən məni tut. Sən qaç, mən səni tutum. Gəl birlikdə qımışaq.
Sən qımış, mən sənə baxım, mən qımışım, sən də mənə bax. Kimsə qaçmaq tutum. Necat'ın yazısını kim gördü? İkimiz kaçın ben tutum. Aa, bu neydi akşam? Allah sizi güldürsün işte. Hayırdayım. Bu neydi bireyden gibi? Başım ağrıdı. Allah sizi güldürsün. Müjde çağır Mirini kölünü al kızlar. Bak. Bu barədə danışmaq istəmirəm də. Yerim bəlli, yurdum bəlli. Mənim üçün darıxan gələrdi. Gedə biraz içəri şəhərə. Gedə içəri şəhərə, bir dənə çay içək, ya kofe içək. Gedək qəşəng kofe içək, çay içək. Yəqin ki, oradan evə gedərik. Gedəndə xəbər edərlər adama. Hansı statusla Aymiri? Səhər-səhər canlı yayında nə deyirdin izləyicilərə? Sevgilin deyiləm, dostun deyiləm. Sənə hansı statusla deməliydim harasa getdiyimi? Səhər-səhər deyirdi ki, Müjgan dostumdur. Məftuna mən niyə qısqanırsan? Dostuna qısqanar. Vəbşə bilirsən nə var Miri? Gedib Nicat Əfəndiyə evlər çay içəcəyəm. Ayıb olsun sana. Müjü dolu yağır. Gedib bir dənə hindiska girib çəkim. Tək başıma, tək və tənha. Gedim qaçım. İçəri şəhərdə görüm kim tutacaq məni. Qız yox, səhər gedim birinin çatına bizə nə yazılar? Müjgan necə qız idi, həyatda gördün. Demirə qəşəng qız idi, belə eləyir. Qız idi da deyir. Bir qız idi da deyir. Bol enerjisi var. Nəyə var? Bir dəqiqə deyəm, çirkinəm mən. Sana buradan bir dənə tıxa edəyərəm. Demədi qəşəng qızdır. Gedib deyirlər ki, Aymiri, Müjə necə qızdır? Bir bax, qızdır da deyir. Qızdır da deyir. Xeyr, yalan danışma. 100 dəfə sual verdilər, 101-ci dedin qəşəngdir. Sənə sual belə ki, necədir? Səni belə elirsən, enerjilidir, səmimidir, deyib güləndi. Sən buradan bir dənə tıxa eləyərəm ha. Qəşəngdir demək çox çətin idi. Xala özün sən elə. Dedi normal. Mən normal deyiləm, mən anormalam. Elə dedi. Vallahi dözmədim mən də. Sənə Miri, aç gibi yiyeyim Miri. Miri etmə eləmə. Eləmə. Miri eləmə. Görsən Nicat nə deyir? Deyir ki, Müjü, sevər insanın gözləri gözəl görür. Miri zəif görür. Gördün mü? Adam bir yalandan da olsa qəşəng deyərdi. Ayıb olsun sağ. O ayıb olsun. Delilləri sevgilisiz yok. Bir de ya. Çünkü bundan qabaq senden çocuğum olsun istiyorum mahnısını koyup okumurdun.
Ne oldu? Beldən Mardini mahnısını koyup okurdun ki senden çocuğum olsun istiyorum. Ne oldu? Ne oldu? Ne oldu? Ayıp olsun sana. Elimini broşkiyi kaytar. Olmamı da çocuk. Ay Toba yazılan bir şey başa düşdüm ise. Olmamı da çocuk. Səni vallahi heç nə başa düşmədim. Dayan soruşuruq. Sevgilisiz deyir, yox dostum. Sen böyle dostumsansa sənə nə baboşdan, sənə nə məftundan. Niyə qısqanırsan? Hələ bir tripod atır mənə. Bir sənə var? Miri. Miri qır bunu, sən qırra. Məftun ürəkdir. Gedim vapşı yayınımı bağlayayım gelsin. Tek ve tenha. Gedim yayınımı bağlayayım, balık tutun denizde. Gedim Titanic klipi çekeyim biraz. Az yayınımı bağlayayım, bağlamayayım. Ne deyirsiniz? Prosta tek korkuram, yoksa çoktan bağlayardım yani. Az hanı sevgi var? Hanı sevgi? Ne büyür? Hanı sevgi? Hardasan? Ay sevgi. Peki son altında da hanı sevgi? Ay sevgi, sevgi hardasan? Hanı? Ne formasında da o ürək? Hansı ürək? Deyir, Nicatı yazdığını oxu, deyir, müjdə dostunu satan sənə nələr etməz. Dözməzdi. Sevirsən, az hanı sevir? Bir dəfə axtarmı, itirmir, 3'dür, 4'dür, bir hanı? Hanı WhatsApp? Hanı TikTok? Sərdən yağışın altına tək gəzirəm. Gələrdi də deyərdi, mən Şakurxan olum, sən Angelina Jolie. Hanı? Sevmir. Gedim tək və tənha gəzin. Oğlanlar mənə söz atsın, mən onları döyüm. Gedim tək başıma həyatla mücadilə edeyim, tək və tənha. Gedim dənizin qırağında oturum, Titanic mahnısı oxuyum. Bir dənə möhkəmdən bək-vakal çıxım oradan. Az mən dedim. Gedirəm dənizin qırağında dəyərli sənətçimiz Aygün xanım Kazımovanın Tənha qadın, susma danış mahnısını oxumağa. Gözdə axınca düşəysin, kim çıxaq? Nicat. Gedirəm batı. Oy Zarinam. Öpürəm həyatım. Az yağış yağır ki. Tenha kadın susma danış. Tenha kadın susma tanış. Yağış, barış, yağış. Get o maruşlarını özün ye. Yağış, yağış. Oturup evde, ben diyeyim de Mirinin yaşadığı vəziyyət. Oturup isti havada, isti evde, Müjgan da Şəngülümün biri çıxıb yağışda gic qoyun kimi gəzir. Kütlə nə deyir? Miri, get Müjünün yanına. Miri baxır pəncərədən bayıra ki, ala, yağış yağır. Dur, ay Allah, mən nə edeyim? Mən də qələt idi düşdüm. Hekayə paylaşıb, nə hekayəsi? Müjgan. Ve o sırada Müjgan. Yağış yağır, inanmıram. Nicat, çok sağ ol əzizim. Öpürəm, yaxşı ki varsan. Sen çok güzel insan, çok güzel sənətkar ve pozitif ruhlu bir insansan. Xətrin həqiqətən əzizdir.
Adı Balaxanda nə edirsən? Mən Targovdayım, İçəri şəhərə gedirəm. Ah Nicat bəy, siz necə də gözəl insansınız. Az vəbşə bilirsiniz nə var? Heç kəs yoxdur, sən öp, yağışdır. Kiri, dayan. Sənə əhvalım sazlı cazdı, dazdı. Yaş kimiri deyil daz, dayan. Ay Nicat bəy, mahnınızı yükləyin də şeyə. Nəydi onun adı? YouTube'a. Bu dəqiqə mahnınız olsaydı, mən YouTube'dan qurardım, onu oynayardım. Mən kompleksiz adamam, bana bax. Canım anne, Anne, Balxanda deyilirsən, mən İçəri şəhərdəyəm. Nicat bəy, təşəkkür edirəm. Bu sizə var, də. Gəlin mənim məşhurlaşdığım mahnını qoyaq. Pencerenin milleri açıp kızıl gülleri Oğlan yollarıyla kızıl şirin dilleri Oğlan yollarıyla bu leyli kızıl şirin dilleri Bu leyli aleyli leyli leyli bu leyli alem senden dileyli leyli Ay kız aç bir yüzünü görüm o kaş gözünü Gelmeden az eyleme yere salma sözünü Gelmeden az eyleme bu leyli yere salma sözünü Bu leyli aleyli leyli leyli bu leyli alem senden leyli leyli Son dəbini aparacaqlar. Nicat bəy, çox sağ olun. Bunun ipinə odun yığmaq üçün meşədə ağac qalmaz. Ay Miri, gəl sənə köçək Afrikaya. Sən Tarzan ol, mən Tarzanə. Geyimimiz olsun əncir yarpağı. Gəl gedək Afrikaya. Miri, səninlə yeni bir həyat quraq. Mirini qır. Nicat, gəl səninlə gedək Afrikaya. Ne çok romantik kızım. Az keşif geldi bir parça. Gel Miri, gel. Gel gedək. Afrikada kiçik və şirin bir yuva quraq səninlə. Gel Gımış Mira. Axı ki Gımışda 3-5 gündür Gımışmırsan hələ. Bir dəqiqə ya. Ay Miri, sən nə vaxt haçan Gımışacaqsan, bacı qurma. 5 gündür hələ də Gımışmırsan, sənin bir cırt da yoxdur. Zırt da yoxdur. Oy. Haçan Gımışacaqsan, bəs da 5 gündür. Gımışda da. Allah Ekber. Gedək Afrikada Gımışa. Az zarafat edirəm. Aslanı muhtaçıram. Vallahi Nicat Gümüşmür. Ona dinəm. Azıcık Gümüşmür. Gümüşmek ne demeydi?
Ay Miri, gel birlikte rəqs edək bu yağışın altında. Ay Miri, gel qımışaq. Burada peşofa fazladır. Bir dənə mən kiosk tapmadım, səni. Qımışmaq istəyirsən? Qımışmayan elə bir də mən elə. Sevgilim sen marul kimim? Süzmek kimden öğrendin? Arkamaz ya benim arkamaz ya belli süzmek kimden? Ay öğrendi can öğrendi süzmek kimden öğrendi? Ay öğrendi can öğrendi süzmek kimden öğrendi? Takdir. Ben sevmişim zerrişanı, ben sevmişim zerrişanı, onunla var gülüm nişanım. Özeliyle ben öfşeni, özeliyle ben öfşeni, yüzmek kimden? Ay öğrendi can öğrendi, süzmek kimden öğrendi? Ay öğrendi can öğrendi, süzmek kimden öğrendi? Sevgilim Gezdirəm, hava sana vuram. Azay çəkilmişəm. süzmek kimden öğrendi? Bir yerdə bakalım. Süzmek kimden öğrendi? Bir dənə köz açıq köz tapmıram mən. Necə deyək? Az miri üçün deyil, darıxıram necə, gəzirəm. Əsas məsələ bilirsiniz nədir? Yağış yağıb, küçədə artıq əski adamlar yoxdur. Özüm üçün gəzirəm, kef edirəm. Şimşək də bir yanan çaxını gəpişəcək təpəmin ortasına. Burası bir dənə köşk tapa bilmirəm, mən. Nicat bəy. Mən... Ya... Qaçaram. Heç kəs yoxdur, yağış yağıb, təkcənə mənəm, yollar mənə baxır, bacı. Ah, hansı tərəfdəsiz? Ah, Yevrey bəy, necəsiz? Mən bulvarda tək və tənha bir qadın olaraq darıxıram. Gəzirəm özüm üçün, hava alıram, deyirəm da. Nədir ki? Atomdur. Daşların göydə uçur. Yevrəyə atmayın ha səslə, dostumuzdur. Mən Targovdayam, heç sual verdim. Hə, mən də Targovdan çıxmışam. Bulvara keçmişəm Targovdan. Targovda bu, neydi oranın adı? Metropolun yanında oturmuşdum. Kızlar, yağış yağıb, küçədə incin top oynur, heç kəs yoxdur da. Yuze, deməli sən də elə bizlərdənsən. Davay səssizə. Qızlar, görün nə qəşəngli mənzərə, baxın. Yağış yağıb, tozlar yoxa çıxıb. Görün nə gözəl hava var. Bacı, bir dənə market axtardım, market tapa bilmədim. Qonşun Südabədir. Südabə xala, necəsən? Gedək, Allah rəhmət eləsin, Müslüm Maqamayevin heykəlinin yanına bir dənə More mahnısını dinləyək. Canım, ay Nicad Əfəndiyev, can. Qızlar, bu arada Nicad Əfəndiyevin canlısının səhifəsinə takip ataq. Yəni, çox gözəl insandır. Yəni, biz kafada olan biridir də, konkret.
O insanın yayımına baxsaz darıxmazsınız. Yıldırım vuracak indi. Yıldırımı gördünüz. Yıldırımı gören oldu. Mavi əbədilik deyək devam edək. Mahnının adı Mavi əbədilik. Yok mu? Ha, okuyacak. Tek gezek. Allah rəhmət eləsin. Bizim həqiqətində çox gözəl, dəyərli sənətkarlarımız var. Yaşayanlara Allah can sağlığı, dünyadan köçənlərə rəhmət eləsin. Alt fonda da quşlar oxuyur. Hayda, şimşək də bir yana çağır, səni ləzzət edir. Oh, şimşək! Orada oğlanlar var, getməyə qorxuram çox tək. Çox o tərəfə də getmək istəmirəm. Neyiniyək? Belə də ki, karate bilirəm, ha? Dənizə getmək istəyirəm, amma qorxuram. Az belə də karate bilirəm, qorxanı elə mən, bir də mən elə. Kim mənə nəsə deyə bilər? Kəllə tara. Xeyr, öz ölkəmdə şəhərimdə gəzirəm. Saat neçədə oydu, saat 4-ün yarısıdır.
Can. Ben qadın deyirəm, xanım. Mən kişiyəm. Qaqaş çəkil, bayrağı çəkirəm. Bizim üç renkli bayrağımız dünyada. Hansı kitab idi o? Qırmızı kitabda birinci yerə düşüb ən böyük bayraqlar sırasında. Üçüncü eləmi? Üçüncü sıradadır. Üçdür. Все soxdular mənə. Kakaya. Приятная погода. Laf elə dənizin qırağına gedək mi, getmək mi? Miri hanı? Allah bilir. Gedək o dənizin qırağına, o pis çox qaranlıq. Xandır. İlan olur. Həqqi. Getmə dəniz qırağına. Həqqi, sürüşüb yıxılaram deyirsiniz. Yaxşı getməyik. Ay qızlar, burada yaxında marketdən köşk bağlıdır deyəsən, ora kiosk. Bayaq bir şey vardı, taksidə qaldı. Bu necə ikinci dəfədir taksidə qoyub düşürəm, bütün əsəbləşirəm. Adamı o daş dürüşdürür. Burada deyəsən konsert olacaq, nəsə tədbir gedir, gəlin baxaq. Hə, andıra qalsın. Şeytanla gizlən parça oynama. Ay çok ben işim son demedim mi? Vereceğim olanı Deyəsən konsert olacaq uşaqlar, gəlin baxaq. Allah Azərbaycan polisimizi qorusun, polislərimiz buradadır. Polis əmrlər hardadırsa biz ora yaxın gedək. Gedirəm orada dayanam. Salam, yorulmayasınız. Soruşmaq olar, konsert olacaq ya olub yüzü yığışdırırsınız? Olub yüzü yığışdırırsınız. Təşəkkür. Dünən olub. Sökülər ki, dünən olub. Dünən nə gün idi ki? Aygün xanım burada konsert verirmiş. Belə deyim. Mən olan yer zirvədir. Sanki Everest. Az bilməmişəm, bilsəydim gələrdim. Mən olan yer səhnədir. Sanki bura hələ tez. Ulduzlar köhnəlmir. Bir də şeytan deyir, get qaça-qaça çıx tribunaya. Bir dənə elə çıx. Amma nəysə. Ulduzlar köhnəlmir. Nə də göydən yerə enmir. Yaradıcılıq ölmür. Çünki işıqlar sönmür. Suallar preste bir yana. Kimsə var? Heç kəs yoxdur. Sən bu nədir az? Özümü maksimum yormağa çalışıram ki, evə gedən kimi kəlləm atım yatım. Qızlar, bir dənə gözəl hava var. Allah and olsun. Yanınızda kimsə varsa, indi mən canlı yayındayam deyə qorxmuram da. Yanınızda kimsə varsa, ətağa, çıxın oynam, gəlin bulvara. Bir dənə super hava var. Adam azdır, heç kəs yoxdur da. Əsl romantik havadır da. Adam az. Alt fonda quşlar oxuyur, sakitlik. Allah haqqı cibo bombes. Oldu. Miriyə deyirsiniz ki, oldu. Müjgan nəzərə aldı, Məftunla gedəcək. Okey, oldu. Bir daha adımı çəkməsin. Sağ olsun. Hörməti artıq olsun, minnətdaram. Pis yox. Xahiş edirəm uşaqlar, Mirin adını canlımda çəkməyin. Geçsin canlı yayımını açsın, evdə otursun, boş-boş danışsın. Uğurlar. Buna sonra Məftunla görüşərik. Okey. Eşkimiz elə bu qədər. Can, ay. Nicat Bey, Can. Ay uşaqlar, zarafat bir qırağa, lazım deyil heç kəsin gəlməyi. Zarafat edirəm. Ağız, burada hardadır bu? Bir dənə kiosk tapa bilmirəm.
Burundan geldiği gezmək. Ay bacı, bir dənə açıq kiosk tapmıram. Nə yağış yağan kim niyə bağlayır bunlar axı? Az metro uzaqdır. Mən bulvardayam bacı. Mişi, haycan. Ağız, mən bilsən hardayam? Heç mən özüm də bilmirəm hardayam. Mən necə gedim metronun yanına? Nə mırt olardı, Məftun gələrdi, nə mırt olardı, nə qəşəng olardı. Kaş gələrdi də. Oh, cibobumu besləyərdim, deyəm. Yaxşı, Nicat. Nicat kimdir? Nicat yox. Tövbə, estağfurullah. Miri. Yaxşı, Miri. Ok. Aha, deyəsən Kukla teatrının yanındayım, hə qızlar. Yağış yağıb, tozlar sakitləşib. Adam azdı çıxmışam, özüm üçün gəzirəm. Özümü yormağa çalışıram ki, gedim evə atım kələmi, yatım bacı. Bəlkə 1-2 gün canlı açmadım. Nicat, məsələ bilsən nə yerdədir? Bəzi xanımlar tanıyıb Mirini, başı qarışıb çatında həmən xanımlarına söhbətlərə. Nə hər yer müjganı. Nə hər yer müjganı. Vardı orada virtual xalalar, bibilər, xanımlar yazır. Deyir, gülür, öz aləmində kef edir. Müjgan hər yer, müjgan lazımdır ona. Oturub da orada gül kimi evində. Müjgan nəyinə lazımdır onun? Qoy otursun orada xanımlarla, desin, gülsün, əylənsin. Ha, videonu silmişəm, yaxşı eləmişəm. Hələ bütün fanlarımı da deyəcəm, silsinlər bizim bir yerdə olan bütün videolarımızı. O videonu sənlə çəkərik, Nicat. Həri, Miri ilə tutmadı videomuz, düşmədi kəşfətə. Kızlar, düz gedirəm. Bu tərəfdə var market. Yazmaz, yazmaz. Siz ayrılmaz dostsunuz. Mən bilirəm ki, siz zarafatlaşırsınız. Mən də ona uyğun yayın aparıram. Aha. Aha. Şu uzaya çıxdı. Ağzını kırdın lan. Aha. Gençlik. Oh ya, bu kız şalvarını evde koyup çıkıp bacı. Ne dersin? Az Allah'ın olsun, bu kız şalvarını evde koyup çıkıp, bu nedir? Az bu ilk dəfədir bu vaxtı küçəyə çıxıram, deyəm. Az yox, belə geçmişdə mən karate bilirəm, belə qorxum yoxdur. Prosta bu kızın şalvarı hanı? Allah'ın dostun ancaq kofta ilə çıxıb, yoxdur şalvar əlimdə. Niyə göstərim, cəmaatı göstərə bilmirəm. Tövbə, estağfurullah. Aslında mən qaranlıq kişilərə soxmayayım, qoy işıqlı yerlə gedim. Vallahi Nicat, vallahi hə. O da ki yoxdur. Yoxdur ki, bu yağışda kimsə mənimlə gəlsin, yan-yana geçsin. Yoxdur elə bir ürəkli böyrəlisi, yoxdur. Нету. Не вижу. Нету. Котенька, что ты делаешь? Ко мне. Ко мне. О, Вискас. Котенька. Ой. Ух, ух, ух. Пись-пися. Котенька.
Getdim paka. Canı yamasın. Biraz qabıraqda sağda Aras. Ha tərəfdə Nicat, bu tərəfdə. Dosta işıq gələn tərəfə gedim. Bilmirəm itirən tərəfə gedim. Bilmirəm pişikmi? Hə, bir də Aras. Ayda halal olsun. Tanıyırsan buraları. Gördüm Nicat. Allah haqqı sağ ol. Tapdım. Nə qədər erkək var burada. Aa, başıma xoş. Ha, burada var Aras market. Gedək ora. Let's go. Oralar bardır. Mən neydim axı bara girmirəm ki. Aras marketi tapdıq. Let's go. Teşekkürler. Sağ olun. Sağ olun. Bir İstanbul'da bir kompakt olsun. Bir dənə bundan. Разрешите, пожалуйста. Спасибо. Eşkimiz elə bu qədər. Allah'ın olsun, bunlar niyə bacı şalvarlarını evdə yaddan çıxardıb çıxırlar? Bir dənə əyində şalvarlı qız gəzən mənəm, bu gecəni bu vaxt küçədə, Allah haqqı. Bacı, bunların şalvarı hanı? Abi, Allah ben burada var. Ben 10 milyon dolar. Ben özüm öğreneceğim. Ancaq bəy, bunların şalvarı hanı? Göstərə bilmərəm. Ayıbdır. Ayıb olsun. Ay, çıxmışam özüm ki, yaxşın sonra gəzirəm. Kimə nə dəxli var? Əsot ki, şalvarım yerindədir, evdə qoyub çıxmamışam. Nədən qorxacam? Şəhərimdə gəzirəm, ölkəmdir. Kim nə deyə bilər?
Pula gedirəm, çıxmışam havalıdan. Dəxli var ha. Ayıf olsun elə. Bura aradı. Buna görəm çıxmışam şəhərimin gözəlliğini göstərirəm. Dəxli var. Aşağıdayım. Belki ben evime gidin. Может. Может, teması kimin yadındadır? Kitka. Haycan. Tek kalmışdım. Bir daha hareketli. Sen Tarkov'da balaca bir şey de gördünüz, inanmayın. Neyle ki de çay evde çay. Gezmeye uşaqlar. Peki çarşıya gidelim. Gidelim çarşıda oturaq çay. Gəlin çarşıya gidelim. Bakı, Bakı, səsləyir səni. Uşaqlar, bilirsiniz niyə bu vaxtı gəzirəm? Adam azdır, şəhəri rahat çəkə bilirəm. Yağış yağıb, çöldə çox da adam yoxdur. İndi təsəvvür edin, hava isti olanda küçədə nə qədər artıq adamlar olur. Təhlükəli öyle. Biraz buradan tez keçək. Gündüz çəkmək olmur, sıxlıq olur. Həqiqətən huzurdur uşaqlar. Belə sakitçiliyi sevmirəm. Gündüz vaxtı tıxac, profka, adam sıxlığından addım atmaq olmur. Çıxmışam da özüm üçün yağışdan sonra istirahət edirəm. Quşların səsidir. Ekranı sil. Sildim. İndi yaxşıdır uşaqlar göründü. Həqqi, harda gəzirdiniz? Da.
Yox uşaqlar, bəlkə də başqa ölkədə olsaydım qorxardım. Öz vətənimdə bu saatda gəzdiyim üçün yox qorxmuram. Çünki hər yerdə polis var, hər yerdə güvənlik kamerası var. Gedirəm çay içməyə, ay Nicat bəy. İçəri şəhərə gedirəm. Yəni niyə qorxum ki, öz vətənimdir. Bizim ölkəmiz dünya təhlükəsizliyi sırasında qorunan 3-cü, 4-cü, 2-ci hətta deyərdim. Təhlükəsizlik sistemi baxımından qorunan ölkələrdən biridir. Yəni görürsünüz, bir xanım gecənin bu vaxtı çıxıb öz ölkəsində, Bakıda çox rahatlıqla, hətta ara küçələrində belə rahatlıqla gəzə bilər. Bu da deməkdir ki, Azərbaycan turistik mexanizmi baxımından möhtəşəm ölkələr arasındadır. Bu da baislik nümunə. Yəni heç bir ölkədə belə bir şey yoxdur da ki, gecənin bu vaxtı sən çıxıb hansısa ölkədə bu saatda rahat gəzib çəkiliş edə bilərsən. Yox, evdə istəmirəm, ay Nicat bəy, darıxıram. Evə gedib ancaq yatmaq istəyirəm. Bəlkə 1-2 gün canlaşmadım. Burada içəri şəhərdir. Daxil oluruq bura. Həqiqətən Azərbaycan möhtəşəm ölkədir uşaqlar. Yəni misal üçün Türkiyədə bu rahatlıq yox idi. Meri xanım deyir ki, bura Türkiyədir, diqqətli ol. Hətta biz orada axşam çıxıb gəzməyə belə ehtiyat edirdik. Qorxurduq demirəm, amma ehtiyat edirdik. Mənim amerikanski bacım, Can, görgəsin. Ay, yoruldum. Salam, burada işləyirsiniz. Çayınız var. Mən bir çay içim. Bir çay. Açıqdır. Eləşim. Bir çay ver içim mən, bir çay ver içim mən. İçəri şəhərdə dostlar. Əcəb lüksülənirəm. Get sən də sülən. Mənə hara aparır bu beş? Qaranlıq. Həqiqətən Azərbaycan möhtəşəm qızlar. Bax görürsünüz bu vaxtı belə. Ay nə gözəl. Ha, burada da olmuşam. Burada oturaq. Açıq havada otursaq olmaz. Böyle sardasıyla prostorda su damlıyor. Ha, burada olmuşam. Yağışın başqa ləzzəti var. Prosta oturacaqları bir də əski verərsiniz, silərəm ki, otura bilim. Tamam. Oturaq havada. Möhtəşəm əylə oturun burada. Deyəsən buranın adı pendir çörək gedir içəri şəhərdə. Tek sen, да, как всегда. О, котенька, ко мне. Да. Sormalar soğuk. Elbette buyurun. Sen kaçıncı telefonu soğuk? Telefonu götürün. Bir saniye. Buyurun. Bir tane decel bir şey takmışam. Çay. Ne var çayın içinde? Varina de deser ki.
çərəzdir, quru meyvə. Var yine çele var. Çələ yox, var, stopda da şaftalı var, zeytun var, qoz, ləpə var, snickers var, Koz sakıncalı olur. qarpız var. Qarpızla ver. Tək olacaqsınız. Hə. Ay senin başın batmasın koçinka. İçerişehirli koçinka. Gel görüm. Kızsan oğlansan bakın. Deyəsən kızsan. Sevişirinsən ama həyasızsan. Getmək istəyirsən? Getmək istəyirsən? Gel. Al. Ne olur bəs bayaqdan atlardı ki getmək istəyirəm, indi oturmaq istəyirsən. Ay kutinka, ay kutinka. Hə, iyi, gedirsən oturursan. Gedirsən, get. Gedəni saxlamazlar. Hə, görək kim canlıdadır, kim deyil. Baxaq görək Mirin eyləyir. Sənin Mirin tutmuşam, dayan. Tuttum. Sen qəbul eləsin. Boy. İstəyimi qəbul eləmir, az dayan görüm. Necəsiz? Hello, o birisi telefonla mənə baxır, ha? Niyə? Qəbul istəmişdim. Qəbul elədim. Canı sıxılır yəqin. Kimin canı sıxılır? Canı sıxılan adam çıxıb şeydə oynayır. Diyan, bir dəqiqə zəhmət olmasa. Bir saniyə. Canı sıxılan adam çıxıb oynayır. Nə edir? Canı sıxılan oturub ağlayır. Deməmsən canlı yayında ağlama. Hələ ağlamaq da istəyir, hə? Hə, vallahi istəyir oturma ağlayım. Mən ancaq heç canlıda istəmirəm. Atın ayaqlarına dərnal verim, yaxşı deyil. Sən bugün yığdım, niyə açmadın ki? Qara yığmısan. Ev telefonumuza. Qonşuya yığdım ki, səni çağırsın, çağırmayıb yəqin qonşu sənə. Lətafət xala. Nə münasibətlə yığırdın? Yığmağın münasibəti olur. Deyirəm, niyə açmadın? Yazdım, yaxşı, yazdım, niyə cavab vermədin? Nəm yəqin bəlkə naz eləyirdin. Nə edirdim? Naz. Nazlanırdın da. Nə? Sən naz eləyən yaşın deyil ki. Başa düşmədim. Hər qadının naz eləmə hüququ var. O yaşa baxır be ya. Sən mənə yaxşı demək istəyirsən? Bir dəqiqə dayan. Sən mənə yaxşı demək istəyirsən? Bir dəqiqə dayan. Yox, bir dəqiqə sağ cavab ver. Mənə yaxşı deyirsən? Mən sənə yaxşı dedim. Bəlli bir yaşım var da zaten. Bəlli bir yaşım var da. Sən də əmin dayı gedindəsən, taqqalın da qarıb. Nə olar ki, canım sağ olsun. Mən gördüm, siz də gördünüz. Allah saqqalı qarmışdı. Başını bırax. Ağarmışdı. Tükür. Abart. Qır geçsin deyirəm. O niyə elə deyir? Başa düşmədim. O nə sözdür? Yaşım üzümə vurur. Belə də ki, nə yaşım var ki? 70 yaşım yoxdur ki. Sən 2 yaş məndən balacasan, Miri. Sən kimsin? Yüzünü cibimdən çıxardaram. Bacı qurban. Başa düşdün? Yaxşı, buna oturan ağzımı sənə yox, hak edənə eləyərəm. Mən elə zarafat sevmirəm. Astayın görüm, ofis telefona baxın. Gedin, deyin, ayıb olsun. Asanı mənə zəng eləmir, bax o.
Miri. Hə, eləyib. İki dəfə yığıb. Mən küstüm ondan. Dersəndir, naz eləyəndir yaşındır. Qadın 70 yaşında da naz eləyə bilər. O nə deməkdir ki? Sənin minnətin olsun ki, mən sənə naz eləyim vəbşə. Sən mənə yaxşı tanımırsan. Bunu kayd edib paylaşacaqlar axı, yeri yoxdur. Elə söhbətdir. Dostdan çox düşmənim var axı mənim. Niyə elə səhvə yol verir ki, yayında? Dostdan çox düşmənim var. İndi abişliklərim kayd edib paylaşacaqlar. Bəs düşmənlərim axı kayd edib paylaşır o sözləri. Nəysə. Bilirsiniz nə var? Mən yayını bağlayıram. Bu dəfə sizlərsiz tək istirahət edəcəm. Azlaşıb. Ay bacı, göz qabağında ola-ola 1000 dənə söz qoşursunuz mənə. Qoy bir dəfə də yayını bağlayım, özüm üçün həzz alım. Mən getdim. İndi adıma nə qədər söz qoşursunuz, qoşun. Qoy hak eləyim o qoşduğunuz sözləri.